Bugün portretlə bağlı suallarınıza baxacağam. Portret o qədər yaralı hissəmizdir ki, rəssamlığa gedirsən, birinci sual nədir? Portret çəkə bilirsənmi? Məni çəkə bilərsənmi? Ümumiyyətlə rəsm çəkə bilirsənmi? Bu sənətlə məşğul olanlara ən çox bu suallar verilir və ümumi bir dənə sual mənə ünvanlanıb. Portreti oxşarlıq, yəni portret çəkərkən oxşarlıq nə qədər önəmlidir? Sizə bir dənə sual verim. Sizə bir müştəri gedir ki, sual verir ki, siz mənim şəklimi çəkə bilərsinizmi? Sən də müştəriyə deyirsən ki, əlbəttə ki. O da deyir ki, bunu çəkdirmək istəyirəm. Nə qədərdir? Məbləğ danışırsan, ölçünü danışırsan və hər şey yekunlaşır. Və əsas məqam çatır ki, sən yekun işi atırsan. Və müştəridən belə bir səs gəlir. Bu, ümumiyyətlə mənə oxşamır. Sən kimi çəkmirsən və mən özümü buna oxşatmıram. Sən kimi çəkmirsən? Kimi? Cavab alırsan. Sən o moment nə cavab verərsən? Əlbəttə ki, burada pedaqoji fəaliyyətlə, yəni sən bunu işləyirsən akademik üslubda. Həmin şəxs başa düşməyə bilər, oradakı ştrixləri başa düşməyə bilər, realistik olmalıdır, foto kimi istəyir. Sən ilk növbədə öz əl işini nümunə kimi atmalısan. Yəni müştərinin sənin öz texnikanı bilməlidir və ona əsasən sənə müraciət etməlidir. Uşaqlar, bu əsas məsələdir. Sən özünün örnək əl işlərini atırsan, kimə işləmirsən, onları atırsan, real şəkillərlə müqayisə. Əgər həqiqətən müştəri istəyirsə, çəkirsən. Və oxşarlıq əlbəttə ki, önəmlidir. Çünki istərsən də insan da özündən sorğulur ki, görürsən oxşatdırmı? Oxşatma məsələsində uşaqlar real foto ilə öz fotonuzu yana-ki qoya bilərsiniz. Fasilə işləyərək oxşarlığı tapa bilərsən, başqasına göstər, harda bir, yəni bunu əlbəttə ki, bilən bir sənətlə məşğul olan birinə göstər və oradakı fərqi görməyə çalış. Mütəmadi formada daim üstündə işləmək, çünki bəzən gözümüz bizi aldada bilər, hər şey eyni olduğunu zənn edirik, amma elə deyil. Bir müddət vaxt fasilə verirsən, 1 saatlıq, 5 dəqiqə, 6 dəqiqə, baxırsan təzədən işinə və səhvlərini görürsən. Fasilə ilə işləməyini tövsiyə edirəm. Portret bir günün işi deyil. Digər bir sualımız odur ki, uşaqlar, portret çəkərkən ilk nədən başlayırıq? Əlbəttə ki, portret işləməzdən əvvəlki mərhələ deyilən bir mərhələ var. Sən ümumiyyətlə realistik işləməyi öyrənməlisən. Adi qabı belə vərəq üzərində işləməyi bilməlisən. Bunu bilmirsənsə, bacarmırsansa, avtomatik problem oradan başlayır. Sən artıq sorğuluyursan ki, mən bir qabı belə çəkə bilmirəm. Mən insanı necə çəkim? Əlbəttə ki, ilkin mərhələ o nədir ki, hissələrdən başlayırsan, ağız burun məşqləri, gözü ayrıca çəkirsən. Və bu mərhələləri elədikdən sonra bir dəfəlik portretə başlayırsan və portret işləyərkən də bir dəfəlik oxşarlığı tutmayı problemi. Oxşarlığı tapa bilməyəcəksən. Olmayacaq bir dəfə. Mənim özümə o qədər deyiblər ki, iş işləmişəm ki, atmışam, bu nədir, çəkmirsən, sən özünə rəssam deyirsən, o qədər mənfi rəy almışam ki. Alaydı, yəni. Rəssamlıq budur, praktiki fəaliyyətdir. Bu sənəti zaten əzmlə hərəkət edən, istəyən biriləri zaten qabağa gedə bilər. Sən əgər istəmirsən, Pirus, onun bunun sözünə 2 dəqiqədə çökürsənsə, məncə də sən rəssamlığa davam eləmə. Yəni, səmimiyyət mənanın, əgər sən bu qədər zərbəyə davamlı deyilsənsə, zaten sənət ağrı olur, şiddət deyəndə sən şiddət əslində o mənada deyil. Sən özünə artıq burada yüklənirsən, onu elə özünə eləmə. Sən özünə de ki, sən tərənə, bu sənin inkişaf mərhələndir, hələ mən daha da yaxşısını eləyəcəm. Digər bir sualımız isə, gözlər simmetri çəkə bilmirəm. Çox uşaqda bu olur. Mən bu bir gözü çox qəşəng işləmişəm, o birini oxşada bilmirəm. Əlbəttə ki, birinci məşqi eləməlisən. Mənim indi gözlərim, baxın, simmetrikdir sizə amma. Məncə deyil, o qədər də. Hər insanda asimetrik olur və asimetriyini tapa bilməyəndə də adam əsəbləşir. Gözlər oxşarlığın ən önəmli hissələrindədir. Burundur. Burunun yerini təyin etdikdən sonra gözlərin yerini təyin edirik. Gözlərin yerini təyin etdikdə isə avtomatik ağzımız. Və burada bunları hamısını bir-bir baxmalıyıq. Dəfələrcə işlə. Mükəmməl olmaya bilər. Mükəmməl olmasın, səhv olsun. Səhvlərimizdən nəticə çıxarmaya bilər. Həm mən bu portretdə bunu elədim, bu birində bunu eləməyim deyə bilərsən. Tonlamanı zəif elədim, bunda isə tonlamaya, yəni şahmat üsulu ilə işləmir. Şahmat üsulu nədir? Keçidlər bir dəfəlik olur və orada üz əsasən çox belə naturallı, təbii görsənir. Bu akademik üsul deyil əlbəttə ki, amma çox vaxt bu foto effektini ondan əldə edirik. Digər bir sualımız isə, sənin üçün portret nədir? Mənim üçün portret bir insanın, var olan bir insanın xarakterik əlamətlərinin əks olunması. Portret, yəni sən bir cizgi film karakterini işləyirsənsə, bu portret qrupuna getmir əlbəttə ki. Portret hal-hazırda olan bir insan, canlı bir insanın təsviridir. O onun orada əks olmasıdır. Ona görə də biz Pinterestdən götürə bilərsiniz, onlar məşq üçündür.
Onları eləyirsiniz və real işləyəndə də əlbəttə ki, bir dəfə olmayar, iki dəfə olmaz, amma axır ki, olar. Bu sənət əzmi, davamlılığı sevir. Sənin üçün portret nədir deyildi. Sifarişlə portret, şəxsi portret arasında fərq nədir demişsiniz. Uşaqlar, fikir versəniz, özün üçün bir dənə şəkil çəksən, çox qəşəng alınır. Amma biri sənə tapşırır və sən bundan pul alırsan, hər şey dayanır. Titrə-titrə şəkil çəkirsən, ay da bu belə olar, birdən bəyənməz, haram eləyər mənim çəkdiyimdən bəyənməz falan, geri qaytarar. Əgər sən belə düşünürsənsə, məncə başlama. Ya xəstəlik tapacaqsan, həqiqətən səmimiyyətimə inan. Çünki o qədər qorxu, o qədər vəsvəsə yaxşı bir şey deyil. Yəni mən özüm də bir müddət çox həyəcan keçirən bir insan olmuşam. Qarnım çox ağrıyardı, siz də mənə bağışlayın. Qarnım ağrıyardı, ürək bulanma verərdi, yemək yeyə bilməzdim. Çox stres keçirərdim, səbəbsiz yerə. Bir şey fikir eləyərdim, beynimdə qurardım, bu da düşdü. Yəni, lazım deyil. Bu həyatda sağlamlıq da önəmli. Sən sağlamlıq üçün pula özünü şey versən də, yəni başa düşdünüz nə demək istəyirəm. Əgər sən bu sənəti sevirsənsə, davam et. Hobbi kimi yanaşmaq tam fərqli bir şey, bunu işə çevirmək tam fərqli bir şeydir. Sən ilk növbədə nə istədiyini özünə sual verməlisən. Mən sənin beynində, zehnində nə düşündüyünü bilə bilmərəm, dostum. Yəni, bunu bilirəm ki, əgər sən bu kanalı izləyirsənsə, sən bu sənəti sevənlərdənsən, nə etdiyini bilənlərdənsən və nə üçün çalışdığını bilənlərdənsən. Ümid edirəm, suallarınıza cavab ola bildim. Və bu kimi videolar istəyirsinizsə, əsasən portret qurmaq, portret necə işləyim, nədən başlayım və dərs videolarımız əlbəttə ki, gələcək. Çalışacağım ki, 5-ci günləri sırf portretlə bağlı, rəssamlıqla bağlı olsun. Bazar günü əl işləriniz olsun. 2-ci günlərdə nə barədə video görmək istəyirsinizsə, kontaktda bildirməyi unutmayın. Dəstəyiniz çox önəmlidir. Həqiqətən müəyyən bir mərhələyə gəlmişik, 6K olmuşuq və digər videoda da sual-cavab videosu da çəkəcəm. Bir sözlə özünə yaxşı bax və hər rəng bir rəng olma, sən öz rəngin ol.